Zuheyr 2 gün idi gəlmişdi, İmam Hüseynə qoşulmuşdu yoldan. İmam Hüseyndən qaçırdı ömür boyu. Doğrudan qəribə hadisələr oldu. İmam Hüseyndən qaçırdı, o qədər İmam Hüseyndən xoşu gəlmirdi. Deyərsən, sən Allah üz-üzə çıxmayaq. Bax, belə vəziyyətdə idi İmam Hüseyndən. O qədər xoşu gəlmirdi İmam Hüseyndən ki, deyirdi ki, onun yolu buradandısa mən bu tərəfdən gedim. Gözə gəlmək, görüşmək istəmirəm də onunla, üzünü görmək istəmirəm. İmam da bilir ki, bu özünü tanımayıb. İçi səfalıdır bunun. Buna elə gəlir bu İmam Hüseynlə düşməndir. Özü elə başa düşür. İmam xeyməsinə adam göndərdi. Bilirsiniz də danışmışam o şeyləri, çox eşitmişsiniz. Xeyməsinə adam göndərdi, getmək istəmirdi. Ondan da sonra hörmətsiz deyilirdi İmam Hüseynə ki, İmam səni çağırır, diyandı fikirləşəndə xanımı dedi ki, ayıb olsun sənə. Gör, kim səni çağırır? Peyğəmbər nəvəsi, xanım Zəhranın oğlu. Deyir, bunu eşidəndə durdu, getdi deyir. Amma deyir, oradan çıxanda elə bil ki, o itayət libasını əyninə giyinmişdi. Bəndəli vadisinə qədəm qoymuşdu. Həmin o Zuheyr Aşura gecəsi bütünə sözlər danışır. 100 canım olardı, 100 dəfə sən. O adam ki, ömür boyundan acığı gəlib, İmam Hüseyndən əstəğfurullah, belə halda olub. İndi 100 canım olardı, hamısını sənin üçün versəydim. Təzdən dirilərdim, məni öldürərdilər, yandırardılar. Diri-diri yanardım, amma səni qoyub getmərəm. Və İmam Hüseyin bir sünə inir, İmam Hüseyin meydanda tək qalanda, 3-4 adamın adını çəkir, tək qalıb axırda, deyir, ey Zuheyr, haradasan? Gör, adam qısa müddətdə hara getdi, çıx. Neçə adamın adını çəkir. Təsəvvür edin, baba zamanənin imamı, sən mənim filan kəsdir, haradasan, hə? İmam Hüseyin bunların adını çəkir. Müslümün, Haninin, bunun, Zuheyrin, haradasınız? Gəlir olur xüsusilər.